bəzi bacılara nəsihət edərdiniz, xüsusilə də dul bacılara. Ehtiyacım var deyib, qardaşlardan kömək istəyir, sonra da mesaj yazır, statuslarına reaksiya verir. Bu nə dərəcə doğrudur? Eləcə də bəzi qardaşlar kömək edirmiş kimi, əvvəlcə maddiyyatla kömək edir, lakin sonra yazışmağa və daha da həddi aşmağa başlayırlar. Son dövrlərdə bu müsəlmanlar arasında çox yayılıb. Bu haqda nə deyə bilərsiniz? Demək, kömək etmək icazəlidir. Mömin, zəngin adam bacardığı qədər dul qadınlara kömək etməlidir ki, dul qadınlar pis yola düşməsin. Ehtiyac üzündən evindən bayıra çıxmasın. Peyğəmbər sallallahu aleyhi və sələm deyir ki, kim dul qadınlara, yetimlərə kömək edərsə, gündüzləri oruç tutan, gecələri namaz qılan və Allah yolunda vuruşan mücahidin savabı qədər savab qazanır. Və təbii ki, şeytan belə məsələlərdə onları yoldan çıxartmağa çalışacaq. Lakin hər iki tərəf, istər qadın olsun, istər kişi, Allahdan qorxmalı və bu məsələlərdə həddi aşmamalıdırlar. Kömək etməklə və ya köməyi almaqla kifayətlənməlidirlər. Ondan artığına, yəni həddi aşmamalıdırlar. Naməhrəm kişi ilə qadının söhbəti və yaxud naməhrəm qadınla kişinin söhbətini Peyğəmbər sallallahu aleyhi və səlləm qadağan edib. Allah Teala da Quranda bunu qadağan edir.